WhatsApp telefonlarım, iki telefon həmişə üstümdə olur. Onu məndən başqa heç kim baxa bilmir. Hər ikisi kodlu telefonlardır. Hər bir şəxsin sirri də orada qorunur. Bu bir. İkincisi, ora heç bir qadın, heç bir kişi məndən başqa heç kim ora baxmır və qulaq asmır. Hamısına özüm şəxsən qulaq asıram, özüm də cavablandırıram. Ona görə cavablar gec olur. Yəni məndə köməkçi var, amma o köməkçi ancaq sənədləşmə işi ilə məşğul olur. Yəni telefonlara cavab vermək, xəstələrə cavab vermək sırf özümə aiddir. Özüm cavablandırıram və özüm qulaq asıram. Yəni hər bir insan, kişilər, hətta xanımlar da, yəni WhatsAppda rahat öz problemini yaza bilər. Mən həkiməm. Qadınlar üçün də həkiməm, kişilər üçün də həkiməm. Yəni həkimin cinsi olmur. Həkim həkimdir. Mən qadına da eyni cürə baxıram, kişiyə də. Yəni mənim məqsədim o insanı, xəstəni sağaltmaqdır. Xəstə mənim üçün obyektdir, iş obyekti. Başa düşdünüzmü? O mənim üçün kişiyə, qadın deyil. Xəstə həkim üçün iş obyektidir. Ona görə heç kim çəkinmədən, qorxmadan ki, birdən kimsə başqa adam qulaq asar, ayıb olar və yaxud utanır həkimdən. Yəni həkimdən utanmaq da lazımdır. Bizim işimiz insanları sağaltmaqdır. Və insanı sağaldarkən onun problemini mən bilməliyəm ki, mən onu sağaldım. Əgər o mənə demirsə, ya yalan deyirsə, ya nəyisə gizlədirsə, mən də onun sözü ilə hərəkət edirəmsə, demək iş alınmayacaq. Başa düşürsünüzmü? Elə bir ki, siz xəstə həkimin navigatorudur. Əgər xəstə naviqasiyanı düzgün vermirsə, həkim gedib başqa yerə çıxacaq. Başa düşürsünüzmü? Yəni bunu anlayın. Həkimə hər şeyi düzgün demək lazımdır. Düzgün nə var onu demək lazımdır. Bəzən hətta xəstəyə deyirəm ki, məsələn, yaxşılaşıb sual verirəm də. Xəstə istəmir, yəni demək istəmir ki, yəni məndə pisdir. Ki, yəni fikirləşir ki, birdən mənim xətrimə də. Deyirəm, yox, mənə lazım deyil yalandan yaxşılaşmaq. Sən mənə düzünü de. Həqiqətən yaxşılaşmısansa deyil. Yox, həqiqətən yaxşılaşmamısansa. Denən yaxşı deyiləm. Mən də işimi bilim və nəsə başlayayım araşdırmağa ki, niyə sən yaxşı deyilsən? Yəni bu şəkildə biz hər şeyi çalışırıq ki, dəqiq eləyək, müraciət eləyən, bizə müraciət eləyən, bizə inam gətirən insanların inamını qırmırıq. Mən bacardığımca çalışıram ki, heç kim məndən inamı qırılmasın. Yəni o deməkdir ki, hamını belə sağaldıb gül kimi edik. Gücümüz çatan qədər və buradan insanlara bir şey də demək istəyirəm. Məsələn, adamlar gəlirlər, məsələn, 5 həkimdə olub, 6 həkimdə olub, 7 həkimdə olub, bir həkim. Bütün həkimlər yalancıdırlar və məni allatdılar. Mən də o adama deyirəm ki, qardaş, bu həkimin biri yalancı olar, ikisi yalancı olar, üçü yalancı olar, biri səni alladar. Bu 5 nəfərin hamısı yalancı ola bilməz axı. Bu 7 nəfərin hamısı yalancı ola bilməz. Demək, bu sənin problemin ağırdır, qardaş. Problem ağırdır. Bu 5 nəfər hamısı bunu eləyə bilməyibsə, demək, burada problem ağırdır. Bunun hamısını həkimlərin üstünə yıxmaq da düzgün deyil də. Yəni, gəlin insafla danışaq. Ona görə mən də bütün həkimlər kimi, yəni mən heç kimdən artıq deyiləm, heç kimdən əsik də deyiləm. Hər bir həkimin öz bilik səviyyəsi var. Öz bacardığı sahə var və heç kim həkimdir, heç bir həkim də istəmir ki, onun xəstəsi sağalmasın. Bir şey ola bilməz yəni. Mən buna inanmıram. Və hərə öz bacardığından, bildiyindən eləyir də, yəni nə mümkün də eləyir. Mən də öz bacardıqlarımdan nə mümkün deyirəm və əsas çalışıram ki, o mənə müraciət edən, inamla gələn insanın inamı qırılmasın. O görsün ki, mən onun üçün hər şey elədim. Hətta iş alınmasa da, olur da belə indi biz yəni mələk deyilik, peyğəmbər deyilik, yəni bizim də işimiz olur alınmır. Və iş alınmasa da pasiyent görsün ki, həkim onun üçün hər şey elədi. Yəni mən o adam üçün hər şey elədim də. Yəni mənə inamı sönməsin bu adam. Yəni görsün ki, mən əlimdən gələni elədim. Amma iş nəyə görəsə alınmadı. İndi səbəbi araşdırmaq lazım, təbii ki. Yəni belə hallar da olur. Ona görə məlumat verirəm ki,